Salam, 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 salam. Selamun aleyküm. Bugün ne günüdür? Dünənin səhəri günü. Oğlum neden böyle davranışlar yapıyorsun lan? Yo, özüm oldum bir anda. Bugün vloguma xoş gəlmisiniz. Gedirik Salzburga. Kara görüldü. Görə inşallah hava limanının gününə düşməz, rahat taparam qatarımı. Dostlar, deyəsən rahat tapdım. Gedirik. Haydi, minəyin, gedəyin. Mən gözü yüksəklərdə insan o neydi qız? O neydi qız? Olduğum üçün ikinci mərtəbəyə çıxdım. İnşallah bir yanlışlıq eləməmişik, amin. Xoş gördük hər birinizi yenidən. Çatdıq, düşdük qatarımızdan. İndi gedirik qalacağımız yerə tərəf. Yaxındır bura, təxminən heç 10 dəqiqə belə piyada deyil məsafəsi, o qədər yaxın, super. Çünki sabahlarımda yenə qatarla biz başqa yerə gedəcəyimiz üçün bura yaxın tutmuşam. Yox, əslində bu səbəb o deyil, səbəb bura ən ucuzuydu. Ən ucuzu buraydı ona görə. Şəhərlə bağlı təəssüratı məncə çox qəşəng görünür. Şəhər bayağı qəşəng görünür, dağın içində bir yer kimi görünür. Sizə demişdim də harca, hə, Salzburg olduğunu siz bilirdiniz, hə, Instagramdakılar bilmirdi. Heç nə çox boş yapdım, hadi sağ olun. Hə, bir də sizə deməyi unutdum, mənim bura gətirdiyim outfit şortikdir. Hava 10 dərəcədir, 10 dərəcə. Günəşə baxmayın, hava soyuqdur. Hoodimi yenə geyinib çıxacağam. Bütün videoda eyni kombindəyim. Geyinmədiyim kombinlər hamısı qaldı orada. Qatardakı mallığımı bilirsiniz. Düz yanımda socket nədir bizimdir də. Rozetka da şeylik var, yaxşı öz dilimizdə dedim. Var imiş, mənim xəbərim yoxdur. Mən də powerbank istifadə etmişəm. Powerbankın gücünü istifadə edib qurtarmışam. Düşəndə baxdım ki, düz yanımda var imiş. Salak mısın Cemile? Mallıq, başqa şey yoxdur. Biraz ayıq olmaq lazımdır. Dostlar, getdik, outfitimizi dəyişdik, litləndik, hava 10 dərəcədir. Niyə? Bir-iki dənə fərqli şey geyinəkdə, hoodie geyməkdən yoruldum, saçımı yağlandırır, bax. Gedək kəşf eləyə şəhəri. Oğlan Pakistanlı idi, resepsiyon. Məni bir dənə belə şeylər ki, ay bizim sizdən çox yaxşı əlaqəmiz və axırda mənə təşəkkür dedi. Eynidir bizim dilimiz, palit eləmədim məndə. Heç nə, mən dedim filan yerlərə get, burada bu qəşəngdir, orada o qəşəngdir və s. Biraz ondan orada dərdləşdik. Məni yığıb atdı. Lanet gitsin be! Cimri şişman bencil pislik seni! Verme tamam! Cimri şişman bencil pislik! Paylaşımcılıksızlık! Bencil! Bencil! Yo, yığıb atmadı, sağ olsun, birdən başa düşərək. Baxıraq 100%. Heç nə belə də gedək görək nə var, nə yox. Təriflədi ki, bura çox qəşəngdir, mən nə qədər yerdə olmuşam, ən yaxşısı buradır və s. Vesaire. Şəhərlə bağlı heç diqqətimi çəkəndəyim, hər yerdə türkdür. Bura Avstriyadır, yoxsa Türkiyədir, mən başa düşmədim. 10 nəfər görmüşəmsə, bunun 8-i türk dilində danışıb. Sebep? Onsuz hər yerdədir türklər. Türklər hər yerdə. Nasıl yani? Gəldik bir dəfə yedik bunu. Bu geri verilmiş. Elə bildim başım fırlanır. Elə bildim başım fırlanır. Bir şeyler oluyor. Mən də deyirəm niyə hamı qaçır? Bugün marafon imiş bunlar da. Bunlar da dəstəkçi. Dostlar, mənim şəklim çıxmır axı tək gəldiyim üçün. Tək gəlməyin mənim tərəfi budur. Ümumi götürəndə amma mənə görə tək gəlmək yaxşı bir şeydir. Nəyə görə? Çünki nə istəyirsən eləyirsən, kimdən asılı qalmırsan. Gülnar xanım, burada biraz sizə söz vurmuş ola bilərəm. Nazar. Gəldiyim yerlərə baxın, nə gözəl yerlər. Görüyorsunuz, anlatmaya gerek yok. Mükemmel manzara, mükemmel. Görüyorsunuz, anlatmaya gerek yok. Yiyimi zəiflərə baba, 2 dənə yiyimi zəif qalır burada. Mənzərəmiz çox xoş deyil midir? Hə, elədir, nə yapaq? Elə bir ki, biraz nəsə yeməliyəm, elə bir ki, enerjim biraz sönük. Siz də hiss edirsiniz. Yoxsa yox, yəni hiss eləmirsin. Niyə eləyəsiniz editlərdə? Çünki bomba editlər edirəm. Editlərimi aşağıda övə bilərsiniz zəhmət olmasa. Nə qədər vaxt... Nə oluyor lo? Ne oluyor lan? Eşitdiniz yəqin ki. Mənzərəm süperdir. Göstərin baxın sizdə. Abi kimdir məni çəkir? Çox tema.
Bunlar kimdir görəsən mənim YouTube-ma düşürlər. Bəlkə gələcəkdə mənim milyon abunəm olacaq. Girib videolarıma baxıb deyəcəklər ki, biz bunun videosunda varıq. İnşallah. Yetər də artıq, yetər də, baş beynimiz getdi. Demək ki, bax, misal üçün tək gəlməyin yaxşı yanı. Bu küçə xoşuma gəldi misal üçün. Hara getdiyi haqqında heç bir fikrim yoxdur. Kimsə falan yerə getməli idik desə, ora getmək olardı. Amma indi mənim bura xoşuma gəldiyi üçün bu küçəni gedib baxacağam. I mean, I'm really happy only when I'm on my own. Görüm nə var, nə yox. Kimlər nə edir, kimlər hardan gəlib, türk çoxdur, azdır, onlara baxacağam. Eurovision havası burada hələ də davam edir. Gələk qoşulaq onlara təbii ki. Kumadan reklam gözləyirəm. Gəlirlər uşaqlar. Koşun yetişdiniz. Tamam zamanlar yetiştiniz. Tamam. Don't run Murife, don't run Murife. Don't run! Murife! Murife, don't run! Hey! Murife, don't run! Hal-hazırda üstündə durduğum körpü yerlənir. Aufs Wichtigste, DJ, was ver... Deməli dostlar, bu restorana girmək qərarına gəldim. Şirniyyət var, bura özəl, nokler də yoxdur, səhv etmirəmsə. Normalda çox böyük olur, burada bir nəfərlik porsiya olan var imiş, ona görə bura girəcəyik. Xəbəriniz var xəbərinə. Xəbəriniz olsun ki, bazar gündür. Bazar günü Avropa xalqı kef eləyir axı. Heç bir restoran açıq deyil. Ucuzda qulaqda nə görsə, yalnız elə şeylər alıb yeyib içib yeyə bilərik. Çox saçma. Yox, sizə yanlış məlumat verim. Girişin yeri dəyişmiş sadəcə olaraq. Hər şeydə Almancadır. Görə bilmirəm. Başa düşürsünüz, tərcümə edeyim bu yazı, qırmızı olanı, ox olanı. Bu ikisi girdi, mən də bunları izlədim. Yəqin ki, Almandılar, bilirlər dili. İnşallah. Deməli dostlar, gəlmişik bura, sifarişimizi verdikdən çay götürdük. Bilən də adı nədir, siz deyin. Noklerdir deyəsən, adını bilmirəm. Gələn çaya bax. Kartın pul gəldi, fikrim ona yayını. Acın da axı mənim, sabah günümdə mən bu neçəsə ki, 17 mayda çəkilir. Onun biraz buradayım deyə cəmaat tez atır, sağ olun, var olun. Həmişə sizi sevirəm, çox sağ olun. Cibiniz, kartınız dolu olsun. Məncə də sizdən çox dolu olsun. Oh my god, very delicious. Oh, very delicious. Oh my god. Bu da fərqi very delicious. Görün nədir? Bunu da çayımızı sad elədik. Özünə gəlsin. Mən buğa bürüz yeməyi çay hazır olana qədər gözləyə bilmərəm. Görə bıngıllıdır. Baxın. Yumurtadır bu, tamahınız düşməsin. Günlər baxmasan videoya. Sizə tərəf göstərim də məntiqən. Çiğ yumurta. Çıxdın günlər. Dostlar, üstü duzludur. İçi şirindir. Simitlərə bax, şeyini də az qoyublar. Çox qəşəngdir. Mən bunu pis gözlürdüm. 3 qaşıqdan sonra adam ürəyini vurar. Təşəkkür koydum. Amma bəyəndim yəni. Buna bir heç yoxsa bura özəl bir şey olduğu üçün 9 verirəm buna. Çayımızın dadına baxaq. Baxaq təbii ki. Çayın rənginə bax. Qəşəng çaydır. Bir 10 üstündən 6'sı var, max 6'sı, abartmasın da bu arada. Neyse sağ olun da mən yeyim ondan. Bilirəm də özümü, demədim mi birazdan sonra ürəyimizi vuracaq, ürəyimizi vurandan oldu. Biskiti də veriblər, bunu yeməyəcəm. Ora qoyacağım. Bunları gördüm yadıma düşdü, mən sizə deməyi unutmuşam. Bura Mozart'ın vətənidir, doğulub böyüdüyü yerdir. Buyurun, mənim sayəmdə məlumatlanırsınız. Cipiti cəmlədir deyəsən. Bax oradan heykəllər mən ora aparmır, mən burada belə bilinməz bir yer aparır ki, ora getməlisən. Gedək görək nədir bu? Gəlin görək bu kişi bala hara baxır. Ne bakın? Bizim manzaramız Yamuk föllü, ne bakın? Dostlar, maqnit aldım, sizə də göstərim. Çox qəşəngdir, Məhəmməd deyə bilərsiniz, zəhmət olmasın. Sağ olun. Dostlar, bir də deyirəm bunu alım, nə deyirsiniz?
Yazın görək. Bu da var, amma bunun məsələlərimisə günlər onsuz da almışdı bizə və yemişik. Elə də qəşəng deyildi. Bu bir dənədir, qabına görə içəlidir. Bundan 3 dənə eyni şeydir. Dostlar, harasa gəldim belə fərqli. Bu nə da? Nəysə. Deyəsən gözəl mənzərəmiz olacaq. ChatGPT gətirdi mən bura. Deyəsən onun yuxarısına çıxırıq, amma əmin deyiləm. Dostlar, elə yerə gəlmişəm ki, məndən başqa heç kim yoxdur. Sağımda ölülər, solumda ölülər. Amma ora maraqlı gəldi. Gəlin birlikdə gedək, nəsə olsa siz səs eləyin. Anam, çox qorxdum bir anda, acayip. Ödüm qarışdı. Belanız verməsin. Dostlar, şəklimiz yoxdur, amma videomuz olsun da. Manzaram çəkil, önümdən çəkil. Bu kim başı idi? Yəni hündürdəyik. Amma görürsünüz oradakı pləkanları. Yox, görmürsünüz, mən də görmürəm. Haradasa buralarda, aha bir deyək bu. Bu pləkandan biz də çıxacağıq indi. Hə, pləkandan, ona baxırdım, düzdür. Donduq, bunu yenə geyindi üstümüzdə. Dostlar, buradan bir dənə qoxu gəlir ki, yaşıl təbiət hər tərəf, ağac. Çox bomba qoxur, hava da nəmli. Nəmli dediyim yağışdır. Dostlar, harada oturduğuma baxırsınız. 2 dənə masa belə. Masa, ha, qətiyyən stul, skameyka yox, masa. Biz masada otururuq, siz stulda oturursunuz ki. Bu da manzaram. Oh my god, çox da oh my god deyil. Bura bir dənə oh my god. Daha bitmedi. Dostlar, ora çıxan yerlərim ağrıdır. 24 manatı mən nətər verim. Amma buradan baxın da, bina idi, boş verin. Bu tərəfdə daha qəşəng yer var, siz ora aparım, gəlin. Uşaq başı alladıram. Bax, görün nə qəşəng yerdir. Gəlin, bura gedək. Dostlar, sizi tenha yollardan götürüyorum. Allah axırınızı xeyir eləsin. Tenhalıq. Bu adam deyil oradakı, lampadır. Mən adam oxşatdım, dedim, birdən siz də oxşadarsınız. Mən elə gəl ki, bayaq mənim sizə göstərdiyim pləkan var, oranı düşürük, ora çıxmırıq, düşürük deyə bir təəssürata qapıldım. Hə, bu arada bu funikülerdir, nədir bunun adı? Bizdə də var, Dağüstü Parka deyəsən çıxır. Ya da harasa çıxır, bir yerə çıxır, bilirəm, heç bilməmişəm. Mən bunu Pakistandan dedim ki, bundan istəyirəm də. O da ki, o tamam ayrı yerdir. Nasıl yani? Gəldim, bax, onsuz çıxdım mən. Bura gözümə məni sanki ora aşağılara aparırmış kimi gəldiyi üçün geri qaydırım, o ağaçlığa çıxaq. Başladıq dostlar, başladıq. Görək nətər çıxırıq, nətər gedirik. Çıxan yerlərim də alır. Bu boydasını çıxmışam. Mənə halal olsun. Mən elə gəlir ki, Allaha yaxınlaşdıq. Hal-hazırda Allahla aramızda çox az məsafə var. Mənzərəmizə də baxın. Nə gözəl yerlər, nə gözəl yerlər. Tam piknik eləməliyik məkan tapdım. Baxın, tam pikniklik. Qoydun ora süfrəni, yanında kababını çəkdin. Soğan, pomidor, biber. Nə uydururam? Piknikdə şeylər olur. Nəysə də elə. Yuxarı çıxdı, oksigenimiz azaldı. Oksigen azalanda da nə olur? İnsan acır. Belə bir şey yoxdur. Ola da bilər, olmaya da bilər. Özümdən uydurdum. Ona görə görək, sizə çox özəl bir dadlı yemək. Yeməmişəm, amma dadlı olduğunu düşünürəm. Çünki makaronda. En çok hansı yemeğini xoşlayırsan? Makaron hər növü dadlıdır. Bura özəl bir şey var imiş. ChatGPT mən dedi filan restoranda ged, orada ye, orada çox qəşəngdir. Gedək də biz də sonra gedək. Az qala bunu çəkmədən gedirdim ha, az qala. Sizlər üçün nə olduğunu bilmirəm, Mozartın nəyisə. Restorana gedən yola baxın dostlar. Düzdür, mən bunu bilərək bu yolla gəldim, amma insan öz şansını öz yaradarmış. Bunlar buna necə mindilər? Hardan tapdılar bunu mindilər 2 dəqiqənin içində? Gəldik, çatdıq restorana. Bu altına yazılıb böreyin virtmədir. Bayaqçı kimi biabırçılıq eləməsək yaxşıdır. Səhv qapıdan girməyə çalışırdım da bayaq. Vay başımıza gələnlər. Demək bu mən bir dənə qıraq yer verdi. Mən dedim ki, video çəkəcəm. Başqa yer versən olarmış. O dedi, hər yer rezervdir. Dedim, tez duracam. Nəysə, bir dənə yer götürdüm. Sonra mənim menyu gətirdi. Menyuda bu yemək yoxdur da. Mən çağırdım, dedim ki, hanı bu yemək? Dedi ki, o ancaq axşam olur. Dedim, nasıl yəni? Axşam saat neçə başlayır? Dedi, 5:40-da. Dedim, rezerv eləmək olur mu? Dedi, full doluyur. Və çıxdım restorana. İndi başqa yerdə axtarım, heç yerdə yoxdur o yemək. Acından öldüm. Buymuş.
Dostlar deyirlər hər şəhərdə bir xeyir var. Orada 15 idi, buradan tapdım, suludu biraz dökülüb eləyər, ona görə belə göstərim. 11.90. Orada içki də alacaqdım, içki ən ucuzu kolaydı. 6 manat neçəsə gəp gedir bizim kola. Və ona görə mən də gəldim bura. Burada da burada da içki yox idi. Dedi yuxarıdan ceyb ala bilərsən. Boş ver, buradan çıxmaq üstə marketə gedəcəm, market şeylər alaq. Görək nə tər dadır bu. Aşırı soğanlı. Allah'tan saqqızım var. İlıqdır, ən sevdiyim. İsti xoşlamıram mən. Cəm biraz da yorum bildirək yeməyə qarşı. Dediyim kimi çox soğanlıdır. Heç olmasa bu qədər soğanlı eləyirsinizsə, birinci az eləyin. Eləyə bilmirsiniz, üstünə qatıq tökün. Qatıqla qəşəng olar. Bizim bildiyimiz makaron olar. İçməyə nəsə istəyir adam yanında. Buraya yaxın market 10 dəqiqə piyadadadır. Yeriyə gedək də yeyib qutarsaydı ki, alardıq, üstündən içərdik. Mədəmizdə birləşərdi. Dostlar, bir də Avstriyada diqqətimi çəkənlərdəyim sizə. Nəqliyyat inanılmaz inkişaf edib. Dəqiqəyə dəqiqə işləyirlər. İnsan tuneli görmüşdünüzmü heç insan tuneli? Mən də görməmişdim, amma insan tuneli var. Giririk göstərmişsə də. Baxın, insan tuneli. Keçid deyil ha, tuneldir. Elə bilərsiniz keçiddir. Buradan da bax, hər yerdə budur. Velosiped işarəsi bura, burada da adam işarəsi olur normalda. İndi niyəsə qoymayıblar. Heç kəs də keçmir. Nə oradakı bura, nə buradakı ora. Amma təbii ki, müddət ərzində buran buz kimi olduğunda deməliyəm, dondumu nə soyuqdur? İçəri bura niyə belə soyuqdur? Fizika bilənlər zəhmət olmasa deyin də, dağın içidir, niyə soyuqdur? Deməli dostlar, fərqli bir məhsul gördük və aldıq. Qiymət ucuzdur ha, ucuzdandır bu. Kofelərdə falan var, prosto ondan almadıq. Arasında qaldığım məhsulları da göstərim də, ya bundan alacaqdım, ya ondan alacaqdım. Qiymətdə biraz ciddi fərq oldu. Bu xaric, amma mən bu bəyənmişdim. 249, birisi 89. Bütçə dostu olmaq lazımdır. Dostlar, illa ki bunu görmüşsünüz də. Nə işlə bu qədər görmüşsünüz, yəqin ki, qiymətli budur. Oturmağa yer tapdı. Ne bağırıyorsun lo? Derler adama yani. Çöplü zadımız, çöplüğü de var. Görək nə tərdadır. Marojna, plombir, şokoladlı, şokoladlı deyəndə də əsəbləşirəm. Kakaolu dadır da yəni. Dondurma yeyirəm elə bil. Gözəldir. Sizə göstərim, görsəniz alarsınız. 79 sent. Dostlar, demək olar ki, şəhəri gəzdim, bitirdim. Birazdan gün batacaq. Birazdan dediyimdən biz 2 saat, 2-3 saat arası var. Bir dakika, sesiniz neden böyle, iyi misiniz? İyiyim, merdivenden çıkamaz. Dedim onu gördük, bugün Pəkana çıxmışıq, biraz da çıxaq. Gün batımını izləyək, sonra da bitirək videomuzu. Gün batımım üçün belə təəssüratlarımı deyim şəhərlə bağlı. Gözləntim daha çox idi. Aynur abla, ölüyor musun şu an ses? Təncəfəs oldum. Gözlüyün deyim, sonra gedək. Aynur abla, nefes alamıyorsun, gülmeye çalışıyorsun. Demək gözləntim daha çox idi, ona görə gözləntim biraz altında qaldı. Belə mi yaxşıdır, işıq belə mi? Ha, belə süperdir. Aynur abla, telefon sapı gibi geliyor şu an sesin. Balacadır. Mən içində gəldim bura, 11-də gəldim, 5 hər yer gəzib bitirmişdim demək olar ki. Amma mən qəşəng yeriyənəm də belə. Hər yeri yerə gedirəm. Ümumi şəhər bir də gəlmərəm bura. Çünki çox təbiətdir, bir də eynidir. Viyana ilə müqayisədə təbii ki, Viyana. Bu qədər qutulardı. Aynur hala nefes almaya çalışıyor oğlum. Təcili qərar dəyişikliyi eləməli oldu. Çünki zarkamız 22%-dir. Powerbank-da ciddi kimi qatarda yanında sokutolola şey elədiyim üçün powerbank-ım da qutardı. Bu zarka mənə çatmayacaq. Telefonun zarkası çox tez gedir. Ona görə ostelə gedirik. 24 dəqiqə piyada yolumuz var. Onsa ki, saat 9-a işləmiş göstərirdi gün batımını. 9-15 dəqiqə işləmiş. Saat hal-hazırda 6-ya qalıb 15 dəqiqə. İlla ki, çatarıq. Dostlar, bura baxın. He's my new friend. Aram. Say hi to my... Sorry? Say hi. Hello guys. So today, or right now, we're gonna see the sunset. I forgot what the name is. I also forgot. Just miss it. Capen something. There's some cool like lookout point. And yeah, we're gonna see the sunset. That's all. Thank you. Dostlar, tapdıq günəşli yerimizi. Buradan izləyəcək.
The wind